siyasi aləmdə də bəzən yağışlar yağır, bəzən fırtınalar qopur və onların hamısından bizə əziz həmkarımız danışır. Trump rüzgarları davam etməkdədir. Heydər, xoş gəldiniz. Hələ də. Xoş gördük. Necəsiz? Yaxşıyıq. Adətən siz soruşursunuz. Yox, soruşun, mən sualım da küləyə apardı deyəsən. Hava əslində biraz düzəlib, amma məncə biraz pozitiv olaq. Çünki düzələ-düzələ də gedir. Keçmiş olsun, onu deyə bilərik. Eynən bizim dediyimiz kimi. Yaxşı, verək sözü sizə. Çox sağ olun. Hazır postunuzda, mövqeyinizdə dayanmışkən eşidirik biz də sizi. Hər vaxtınız xeyir. Heydər Mirzənin təqdimatında siyasi icmala baxırsınız. Bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bu sözləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Gürcüstan Respublikasının prezidenti Mikhail Kavelaşvili ilə birlikdə dünən mətbuat üçün keçirdikləri görüş zamanı deyib. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirir. Bunu qeyd edən dövlətimizin başçısı eyni zamanda vurğulayıb ki, hər iki ölkə arasında həyata keçirilən layihələri, ilk növbədə infrastruktur, nəqliyyat layihələri, o cümlədən limanlar və s. Hər iki dövlət də bu əməkdaşlıq çərçivəsində sinerji yaradıb və təbii ki, bu həm Azərbaycan, həm Gürcüstanın orta dəhlizin ayrılmaz hissəsinə çevrilməsinə zəmindir. Ölkəmizə dünən səfərlə gələn Gürcüstan prezidenti Mikhail Kavelaşvilinin dövlətimizin başçısı cənab İlham Əliyevlə təkbətək görüşü də olub və elə bu qeyd olunan bəyanatlar məsələ bu görüşdən sonra verilib. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi böyük coğrafiya üçün önəmlidir. Azərbaycan və Gürcüstan birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri sözün əsl mənasında böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Və bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hal-hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Gürcüstan prezidenti cənab Mikhail Kavelaşvilinin də maraqlı fikirləri olub. Həmin bu mətbuat konfransında səsləndirilən fikirləri ilə gəlin birlikdə tanış olaq. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşan dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaq. Doğrudan da çox xoş və müsbət səhnələrdir, çox maraqlı fikirlərdir və öz tərəfindən onu da qeyd etmək istərdim ki, ölkəmizə səfərlə gələn qardaş qonşu Gürcüstanın dövlət başçısı Mikhail Kavelaşvili keçən il dekabr ayının 29-da parlament tərəfindən prezident seçildikdən sonra bu onun ilk xarici səfərdir ki, və onu Azərbaycana edir. Düşünürəm ki, bu eyni zamanda rəmzi bir məqamdır ki, iki dövlət arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə olmasının təcəssümüdür. Əziz tamaşaçılar, keçirik növbəti xəbərimizə. ABŞ və Ukrayna arasında, artıq bunu bilirsiniz,
bir müddətdir ki, resurs işlənməsi haqqında müqavilə masanın üstündə var və söhbət hansı resurslardan gedir? Ukraynanın təbii ehtiyatlarından gedir ki, ABŞ Maliyyə naziri Scott Bessent Bloomberg-a açıqlamasında bildirib ki, bu müqavilə çox yaxın bir zamanda imzalana bilər. Sitat, biz prosesə çox yaxınıq, hətta saziş bu həftə imzalana bilər, o belə qeyd edib və xatırladıram ki, sözü gedən razılaşma çərçivəsində Ukraynanın demək olar ki, tam şəkildə mədən ehtiyatlarının işlənilməsi nəzərdə tutulur birgə şəkildə. Eyni zamanda ABŞ tərəfi, baxın, Ukraynaya təzyiqini də artırmaqdadır. Bir tərəfdən yəni deyilir ki, saziş masanın üstündədir və imzalana bilər yaxın bir zamanda. Eyni zamanda paralel olaraq ABŞ Ukraynaya ayırmış olduğu yardımı 300 milyard ABŞ dollarından 100 milyard ABŞ dollarına endirib. Paralel olaraq isə Ukraynaya qarşı yəni borc iddiasını eyni məbləğə azaldılıb. Yəni 300 milyarddan 100 milyard ABŞ dollarına endirilib ABŞ-ın tələbləri. Sanki bir kökə və qamçı və kökə siyasətidir. Bilmirəm, belədirmi, elə deyilmi? Özünüz fikirləşin bu haqda. Buna bənzəyir ən azı. Mövzunu davam edirik. Ukrayna mövzusunu Union agentliyinə istinadən verilən xəbərdə deyilir ki, NATO-nun, Şimali Atlantika blokunun baş katibi Mark Rutte maraqlı bəyanat verib. Sitat, Ukraynanın NATOya gedən yolu dönməzdir. Heç kim Ukraynaya NATO üzvlüyünün müqavilənin bir hissəsi olacağına söz verməyib. Ancaq Ukraynanın üzvlüyünə gəlincə qərarlar Washington samitində verilir. Rutte belə deyib. Əziz tamaşaçılar, şəxsən mən bu bəyanatdan konkret bir şey anlaya bilmədim. Bilmirəm, siz anlaya bildinizmi? Çünki ziddiyyətli bir bəyanatdır. Baxın, bir tərəfdən deyilir ki, Ukraynanın NATO yolu açıqdır. Digər tərəfdən də deyilir ki, heç kəs Ukraynaya söz vermir ki, hal-hazırda müzakirə olunan razılaşmalar çərçivəsində Ukrayna NATOya daxil ola bilsin. Və eyni zamanda Rutte də qeyd edib ki, yeni üzvlərin qəbul olunması haqqında qərarlar normalda ABŞ-da keçirilən samitlərdə qəbul olunur. Bu da öz-özlüyündə diplomatik bir işarə idi. Vacib bir məqam, Rutte bu bəyanatı elə-belə verməyib. Əslində, birinci bir gün bundan qabaq Rutte'nin Ukrayna səfəri olub və NATO'nun baş katibi Ukraynanın prezidenti Vladimir Zelenski ilə birlikdə Odessa şəhərini ziyarət edib və həmin bəyanat orada verilmişdir. Ukrayna ilə bağlı digər maraqlı xəbərlərimiz də var. Bilirsiniz, bir neçə gün bundan qabaq Rusiya Silahlı Qüvvələrinin aprelin 13-də Ukraynanın Sumi və Krivoy Rog şəhərlərinə endirdikləri raket zərbələri nəticəsində böyük sayda insan tələfatı olmuşdu və içində 15 nəfər uşaq olmaqla da 117 nəfər yaralanmışdı və bundan sonra Ukrayna rəhbəri müəyyən araşdırmalar etməli oldu, addımlar atmalı oldu və xəbər gəldi ki, demək Ukraynanın Sumi vilayətinin rəhbəri Vladimir Artyux tutduğu vəzifədən azad olunub və qeyd olunur ki, o faktiki olaraq təhlükəsizliyə riayət etməmək iddiamı olunur və tutduğu vəzifədə müəyyən tədbirlərin həyata keçirilməməsində qeyd olunur ki, həmin raket zərbəsi endirilməmişdən qabaq Vladimir Artyuxun da iştirakı ilə Ukrayna hərbiçilərinin təltif olunması keçirilirdi və həmin tədbirdə təhlükəsizlik tədbirləri yerinə yetirilməmişdi və eyni zamanda qeyd olunur ki, Artyuxdan başqa Luqansk vilayətinin rəhbəri Artyom Lysagor da tutduğu vəzifədən azad olunub Vladimir Zelenski tərəfdən. ABŞ-ın Pentagonunda işə, söhbət Müdafiə Nazirliyindən gedir, cəsus ovu davam edir. Politikanın mənbə qismində istinad etdiyi 3 ayrı-ayrı məmura istinadən yaydığı xəbərdə deyilir ki, ABŞ Müdafiə Nazirliyinin daha bir nəfər yüksək rütbəli əməkdaşı vəzifədən kənarlaşdırılıb faktiki olaraq, amma xəbərdə deyilir ki, o məcburən məzuniyyətə göndərilib və söhbət Nazirliyin aparat rəhbərinin müavini Derek Selnikdən gedir və daha əvvəl Reuters tərəfindən yayılmış xəbərdə də deyilirdi ki, ABŞ Müdafiə Nazirliyinin müşaviri Dan Caldwell da elə eyni cür məcburi məzuniyyətə göndərilib. Araşdırma aparılır hər halda deyilənə görə nazirlikdə və bu insanların adları bu araşdırma çərçivəsində məlumatların sızılması tədqiqatında baxılır. Orada keçib bu insanların adları. Xatırladıram ki, bu ilin bu ayın əvvəlində ABŞ tərəfi Yəmənə endirdikləri raket zərbələri ərəfəsində Müdafiə Nazirliyinin və Ağ Evin yüksək rütbəli nümayəndələrinin siqnal çat mesaj qrupunda müzakirə etdikləri şeylər daha sonra ictimaiyyətə sızılmışdı və konkret olaraq bu hansı məlumatlar idi, zərbələrin hara endirilməsi, nə zaman endirilməsi, kimin tərəfindən endirilməsi tam olaraq yəni top bir
kəşfiyyat məlumatı idi və bunun necə sızmasına gəldikdə aydın olan o olub ki, The Atlantic qəzetinin baş redaktoru həmin o chat qrupunda iştirak edib və kimin tərəfindən dəvət olunub çata? Məlum olub ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mike Waltz tərəfindən və bu araşdırmalar hələ ki davam edir. Gördüyünüz kimi kifayət qədər yüksək rütbəli insanların vəzifədən kənarlaşdırılması prezidentləri var. Dünya neft bazarında isə vəziyyət gərgin olaraq qalır. ABŞ-ın dünya bazarına saldığı təlatüm bu bazarlara, neft bazarına, enerji daşıyıcıları bazarına təsir etməyə bilməz. Odur ki, biz keçən həftə qiymətli kağızlar bazarında, birjalarda olan vəziyyəti müzakirə etmişdik, amma hal-hazırda görürük ki, enerji daşıyıcıların qiymətinin dinamikası da çox mənfidir və analitiklərin dediyinə görə hal-hazırda neft qiymətinin sabitləşməsi üçün heç bir amil yoxdur ki, biz ondan yapışaq və bir optimist bir proqnoz verək ki, neftin qiyməti sabitləşəcək. Odur ki, 2025-ci il üçün tələbat proqnozları da olduğundan aşağıdır hal-hazırda. Siz Heydər Mirzənin təqdimatında günün siyasi icmalına baxdınız. Bir daha sabahınız xeyir və gününüzün xoş keçməsi arzusuyla sağollaşıram.